Məni hər gün döyürdü, təhqir edirdi və bu hal yalnız evdə tək olduğumuz vaxt deyil, başqa adamların yanında da alçaldılırdım. Ən çox üzüldüyüm isə bütün bunların övladlarımızın gözünün qabağında olması idi. Belə xanımların sayı çoxdur. Bəziləri hansısa yollarla kömək istəyir, bəziləri susur, bəzilərinin isə taleyi faciəli sonluqla yekunlaşır. Xırda mübahisədən ailə daxili münaqişə yaranır, sonra fiziki və məişət zorakılığı baş verir. Elə olur ki, heç fiziki şiddət yoxdur, amma psixoloji təzyiq vardır, narkomaniya, alkoqolizm. Son illər narsis insanlar çoxdur. Bax, o qarşındakini alçalsın, onun şəxsiyyətini heçə sansın. Bir tərəfdən sevgisini göstərir, bir tərəfdən də ki, bax, o psixoloji olaraq təzyiq göstərir. Ailə münasibətləri düzəlməsi üçün ailə terapiyasına ehtiyac var. Qadınlarımızın psixoloji cəhətdən bərpa eləmək lazımdır ki, ilk olaraqdır ki, özünə güvən, özünə inam ki, yəni bu insan tək özü olsa da evladın boyu başa çatdıra bilər. Qanunvericilikdə bir sıra maddələr müəyyənləşdirilsə də təəssüf ki, bəzən zərər çəkənlər ictimai qınaqdan qaçmaq üçün hüquqlarından istifadə etmirlər. Hüquqşünaslar bildirirlər ki, bu ilin yanvar ayından etibarən bununla bağlı yeni qanun qəbul olunub. Artıq qəbul olunub ki, 24 saat ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul olunur və iki cür, biri qısa müddətli deməli order verilir, yaxınlaşmamaq məsələsi ilə bağlı, biri də uzun müddətli, elə bil ki 60 gündən 180 günə dək. Order əsasında artıq qadın deməli qorunur və həmin orderi pozduğu halda artıq məsuliyyət baş verir. Qadına yaxın, nə bilim, 100 metrə, 200 metrə, 300 metrə yaxınlaşmasın. Ailə daxili gərgin münasibətləri minimuma endirmək, gələcək nəsil hesab olunan uşaqların cəmiyyətə psixoloji sağlam inteqrasiya olunması üçün mütəmadi tədbirlər həyata keçirilir. Şiddətin yalnız qadına deyil, cəmiyyətə də təhlükə yaratdığına görə dövlət tərəfindən bu istiqamətdə müvafiq addımlar atılır. 2024-cü ildə 594 məişət zorakılığı ilə bağlı müraciət daxil olmuşdur. Bu ilin 7 ay ərzində isə 302 belə müraciət daxil olmuşdur və bu müraciətlər aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanlarına və eyni zamanda Daxili İşlər Nazirliyinə ünvanlanmışdır. Yeni qanunvericiliyə əlavə olunan yeni dəyişiklikdən sonra ümid edilir ki, bu cür cinayətlərin sayında təbii ki, azalmalar müşahidə oluna bilər. Zorakılığa məruz qalan şəxslər komitəyə həftənin 7 günü 24 saat şəhər telefonlarından 498 43 24 nömrələrini yığmaqla anonim müraciət edə bilərlər. Bundan başqa komitəyə e-mail vasitəsilə də müraciət etmək mümkündür. Aydan Əliyeva, Emin Tağıyev, Çinarə Vaqif, Telesəhər.